Günəşin düşmə bucağına aid suallar, məsələlər izahını verək. Sadə suallarla başlayaq ilk öncə. Tapmaq çox əslində asandır. Koordinatları bilirsənsə, tapacaqsan. Məsəl üçün belə bir sual verir. Deyir ki, 10 şimal enliyində Günəş zenitdədir. 90 dərəcə buradadır. Bakıya Günəşin düşmə bucağını hesabla. Bakıda 40 şimal enlidir. Sonra bu sualları yazan zaman hər zaman şəkilləri çəkmək lazımdır. Yəni ki, şəkil çəkmirsən, ümumiyyətlə dərs öyrənmək üçün də oturum kitab oxuyum, xeyri yoxdur. Tamam, məsələn, kitabda heç nə yoxdur oxumağa. Və yaxud da baxdım video izaha qeyd götürüm, onunla yekunlaşmır da. Çəkməlisən, sxemləri çəkməlisən, qrafikləri qurmalısan ki, tam sənə aydın olsun dərs. Və sual verəndə də hər zaman sual oxuyursan ki, məsəl üçün, 10 şimal yönündə günəş zenitdə olan zaman Bakı şəhərinə günəşin düşmə bucağını hesablayın. Avtomatik olaraq çəkmək lazımdır. 10 şimal əyilini çəkirsən. Üzərisində günəşin zenit vəziyyətini qeyd edirsən ki, 90 dərəcə bura nədir? Günəş düşür. Və Bakıya günəşin düşmə bucağını tapmalıyam. Sual qoyuram bura. Suala oxşamadı heç bu. Bura sual qoyuram ki, bura günəşin düşmə bucağı nə qədərdir? Bu zaman nə edirik? Bax, eyni yarımkürədir. Eləmi? Aradakı məsafəni tap ki. 40 dərəcədən çıxıram 10 dərəcəyə. Qalır nə qədər? 30 dərəcə. 30 dərəcəyə çıxdıq. Aldığımızı həmişə 90-dan çıxırıq. Uşaqlar, bax, topla etkinə. Nə edirsən et, çıx sonra və yaxud da ki, fərqi yoxdur. Həmişə yekunda 90-dan çıxmaq lazımdır. Çünki 90 dərəcə günəşin maksimum düşmə bucağıdır. Yəni 91 dərəcə günəşin düşmə bucağı yoxdur. Maksimum 90 dərəcədir. Və yekunda 90-dan çıxmalısan. Eyni yarımkürədirsə çıx, aldığın cavabı 90-dan çıx. Orada düstur da var, düstura ehtiyac yoxdur. Həmişə nə edirik? 90-dan bu şəkildə çıxdıq, tapırıq. Və yaxud da ki, bu səfər deyək 40 cənub elində günəş zenitdədir. Nə etməliyəm? O zaman fərqli yarımkürədir deyə toplayıram. 40-dan Buyuruq 10-a 90'dan topladıq. çıxır. Bəli, aldım 50 dərəcə. Yenə 90-dan çıxıram 50-ni. Tapıram ki, bura günəşin düşmə uzağı oldu 40 dərəcə. Bu isə günəşin düşmə bucağı olacaq nə qədər? 60 dərəcə. Bax, bu şəkildə nə etdik? Tapdıq biz bunu. Bu 60 niyə? 30, 40, 60. Tapdım ki, nə oldu burada? 60 dərəcə günəşin düşmə bucağı bura oldu. 40 dərəcə günəşin düşmə bucağı bura oldu. Fərqi yarımküre olanda topla 90-dan çıx, eyni olanda isə 90-dan çıx, 90-dan çıx yəni necə? Məntiqi nədən ibarətdir? Gəlin məntiqinə baxaq bunun biz. Bax, məsəl üçün, deyək ki, Elcan dayanıb 10 şimal enliyində. Mən də dayanmışam, mən olmayım, adlar qarşıda Amin olsun. Amin də dayanıb 40 şimal enliyində. Aminlə Elcan telefondan danışır. Deyir ki, deyir ki, Amin, mənim kölgəm hal-hazırda yoxdur, görsənmir. Burada bilirik ki, artıq Elcanın nədir? Başının üzərisində günəş dayanıbdır. Günorta vaxtından söhbət gedir uşaqlar. Bunu da deyim, yadda qalsın. Bax, saat 6:00 səhər. Saat 12:00 günortadır. 18:00 axşam vaxtıdır. 23:59 və yaxud da ki 24:00 nə bilim 00 və yaxud fərqi yoxdur. Bu isə gecə yarısıdır, artıq gecə hesab olunur. Deməli, Elcanın üzərisində günəş zenitdədir artıq. Elcanın üzərisində günəşin düşmə bucağı nə qədərdir? 90 dərəcə. Bəs yaxşı, indi görək Aminin üzərisində günəşin düşmə bucağı nə qədərdir? Baxıram nəyə? Elcanla Aminin arasındakı məsafəyə baxıram. Nə qədər məsafə var? 30 dərəcə. Bax, 30 bir dənə derece. diqqətlə fikirləşin. Elcanın üzərisində günəş var, tam başın üzərindədir. 90 bucaq altında düşür. Amin Elcanından 30 dərəcə uzaqda dayanıbdır. Demək nə olmalıdır? Günəş ora 30 dərəcə az düşməlidir. Yəni 90-dan çıxıram 30 qalır 60 dərəcə. Məsəl üçün Aysu deyək ki, dayanıbdır burada 70 dərəcə şimal enliyində. 70 şimal enliyinə günəşin düşmə bucağı görək nə qədər olacaqdır. Aramızdakı məsafə nə qədərdir buradan bura? 60 dərəcə. 60. Eyni yarımkədir. Deməli burada artıq 90 düşürsə və sən ondan 60 dərəcə uzaqsansa artıq nə olacaq? Sənin üzərinə 60 dərəcə günəş az bucaq altında, kiçik bucaq altında düşməlidir deyəcəksən. Sonra, bax ekvator üzərisində günəşin düşmə bucağı burada deyirik belə düşünək 90 dərəcə bucaq altında düşür.
Bu da bizim qütbümüzdürsə, artıq qütbə günəşin düşmə bucağı müəyyən qədər dəyişir, kiçik bucaq altında düşür. Yəni biz qütbə doğru getdikcə günəşin düşmə bucağının kiçilməsini görürük. Bunun səbəbi nədir? Bunun səbəbi yerin kürə formasında olmasıdır. Yer kürə formasında deyil, günəş burada 90 dərəcə bucaq altında düşdüyü halda burada daha kiçik bir bucaq altında nə edəcəkdir? Düşəcəkdir. Bu da yadımızda qalsın burada. İndi məsəl üçün belə bir sual deyək. 0 dərəcə ekvatorumuzu çəkirik yenə. Deyir ki, bizə yay gündönümü günü. Artıq mən bilməliyəm ki, yay gündönümü hansı tarixdir? 22 iyun tarixidir. 22 iyun tarixində günəş hara zenit olur? Artıq mən bunu da bilməliyəm. Bilirəm ki, 23,5 dərəcə şimal iyində günəş zenitdə olur. Günəş burada zenitdə olan zaman Bakıya günəşin düşmə bucağı nə qədərdir? Tez çəkirəm Bakının koordinatını. 40 dərəcə şimal iyinliyini çəkirəm. Ha, indi bunu hesaplayan zaman ne edirik? 40'dan çıxıram 23,5'i qalır nə qədər? 16,5 dərəcə. 90'dan da çıxıram 16,5'i qalır nə qədər? 73,5. 73,5 dərəcə. Ay, sağ ol. Tapıram ki, 73,5 Bakıya günəşin düşmə bucağı. Uşaqlar, bu Bakıya günəşin maksimum düşmə bucağıdır. Bunu da yadımızda saxlayaq biz. Bax, bu şəkildə tapdıq. Sadə bir şeydir. Yəni ki, İlkin variantda. Məsəl üçün bunu sənə ekvator xətti də verə bilər. 21 mart tarixi verib. Günəş burada zenitdədir. Bakıya düşmə bucaq nə qədərdir? Deyəndə nə edirəm? 40-dan çıxıram 20-ni və ya topla fərqi yoxdur. Onsuz da sıfırda bir tərəf. Aldığım cavabla 90-dan çıxıram qalır nə qədər? 50 dərəcə. Всё. Yəni burada həmişə biz bu 3 dənə rəqəmi elə bil ki, bax bu 3 rəqəmi həmişə görməliyik və ya lakin bu 3 rəqəmi həmişə nədir? Görməliyik ki, hə, burada nə verib bizə, nə istəyir bizdən. Bunu deyə bilərik. Sonra belə bir sual verə bilər. Məsəl üçün, deyər ki, Bakı şəhərinə günəşin düşmə bucağı e, 60 dərəcə, yox, 30 dərəcə olsun. 30 dərəcəyə bərabərdir olarsa, 30 bucaq altında düşünə. Hə, 30 dərəcəyə bərabər olarsa, günəş harada zenitdədir? Belə bir sual verir bizə. Bax, bu şəkildə bir sualımız. Bu səfər biz günəşin zenit olduğu nöqtəyi tapmalıyıq. Bu biraz bayaq yazdığımızın elə bir tərs formasıdır da. Hə, bu zaman nəyə fikir vermək lazımdır? İxtiyari bir xətt çək. Ekvatoru bilmirəm haradır. Çəkirəm. Mən günəşim ekvatordan cənubda da zenitdə ola bilər. Şimalda da zenitdə ola bilər. Fərqi yoxdur. Harası olacaq bir tapacağıq onu biz. Bir dənə xətt çəkirəm. Xəttin üzərisindən tez 90 dərəcəni qeyd edirəm. Bax, yenə 3 dənə rəqəmi görürəm da burada mən. 90, 30 və 40-ı görürük. Bucaqdan bucağı enliklə enliyi getməliyəm. 90-dan çıxıram 30-u, qalır nə qədər? 60 dərəcə. Ha, 60 qaldı. Və tapdığımı həmişə böyük kiçik baxmıram ha. Enlikdən çıxıram. Bax, bu indi böyük deyə götürüm mən bunu çıxım enlikdən? Yox. Enlikdən bunu çıxacağam. Qalacaq neçə? -20. Deməli, mənim günəşim harda zenitdəymiş? 20 cənub enliyində. Artıq çəkə bilərəm ekvator xəttində burada. İndi gəl yoxlayaq bunu. Görək düzdürmü? Deyir ki, günəş 20 dərəcə cənub enində zenitdə olan zaman 40 şimal enində düşmə bucağı nə qədərdir? Fərqli yarımkürədir. Topladım etdi 60, çıxdım 90-dan qaldı nə qədər? 30. Demək nədir? Düz tapmışıq. Yenə buna aid bir sual yazaq. Məsəl üçün 30 şimal enliyində günəşin düşmə bucağı deyək ki 60 dərəcəyə bərabərdir. Günəş 60 yılında şey gəlib çıxacaq. Olsun 50 dərəcə. 50 dərəcəyə bərabərdir. Bu zaman günəş harda zenitdədir? Sən onsuz da bilirsən ki, sənin günəşin 23,5-dən şimala qalxmır da. Yəni 30-dan yuxarı günəş zenitdə olası deyil də onsuz da. Aşağıda belə günəş zenitdədir, amma bilmirsən şimal yoxsa cənub yarımkürəsidir. İxtiyari bir xətti çəkdim buradan və 90 dərəcəyə qeyd edim. Bucaqdan bucağa çıxdıq, 90-dan çıxdım 50, qaldı nə qədər? 40 dərəcə. Aldığımı çıxıram nədən? 10. 30-dan. Qaldı On, mənfi 10. 10 Demək derece nə canım. oldu artıq? Yani, 10 cənub Cənub. enliyində. Bəli. Aydın oldu, başa düşdük. ben. Yəni bu şəkildə bunları qeyd edəcəksiniz. Bunları zaten suallar işləyəcək, artıq bunlar sizin beyninizdə avtomatik olaraq oturacaq və onu siz şifahi şəkildə həll edəcəksiniz. Tapılma yolu iki dənə budur ha. Ya zenit vəziyyətini verir, məntəqəyə düşməyini soruşur, ya da məntəqəyə günəşin düşmə bucağını soruşub, verib şeyi soruşur, səndən zenit vəziyyətini soruşa bilir. Yəni bu ikisindən biri olur. Sonra aşağı günəşin minimum və maksimum düşməsi məsələsinə gəlin toxunaq. Yadda qalsın, əgər mənim məntəqəm 23,5-lərin arasında bir yerdə yerləşirsə, burada günəşin maksimum düşmə bucağından danışan zaman biz
90 dərəcə deyirik. Vsyo. Bu aralıqdayamsa 90 dərəcə deyirik. Amma buradan fərqli bir yerdəyəmsə, minimum, maksimum soruşursa, artıq onda biz onu hesablamalıyıq. Gəl baxaq nəyə? Deməli, baxıram, məsəl üçün yenə Bakı üçün baxıram elə. 40 şimal enliyində günəşin minimum və maksimumunu soruşur məndən. Uşaqlar, günəş mənə minimum düşməsi üçün sizcə mənə yaxın yoxsa məndən uzaq olmalıdır? Uzaq. Uzaq olmalıdır. Bəli. Uzaq. Yəni mənə minimum buzaq altında, yəni ən kiçik buzaq altında düşürsə, demək məndən nədir? Ən uzaqdır. 40 şimal enliyindən günəşin ən uzaq vaxtı buradır. Yəni 22 dekabr tarixidir. 40 şimal enliyinə günəşin ən yaxın vaxtı isə buradır. Yəni 22 iyun tarixidir. İndi hesablayacağım mən bunları. Baxıram. Bura günəşin zenit olduğu vəziyyətdə görün Bakıya düşmə bucaq nə qədərdir. Bayaq biz bunu tapdıq. Bir-birindən çıxdıq. Aldığımızı 90-dan çıxdıq. Deməli 40-dan çıxdım 23,5-i. Aldım 16,5 və 90-dan da çıxdım 16,5-i. Aldım nə qədər? 73,5. Tamamdır. Tapdım 73,5 mənim nəyimdir? Maksimum düşmə bucağımdır. Çünki günəş mənə ən yaxın vəziyyətidir bu. İkinci halda baxıram, minimum düşmə bucağı ən uzağı götürürəm. Günəşin məndən ən uzaq vaxtını götürürəm. Baxıram, burada artıq fərqli yarım kürədir deyə toplayacağam. 40-ın üstə gələcəm 23,5. Alacam 63,5. 90 çıxılsın 63,5. Bu isə 26,5. bərabərdir. 26,5. 26,5-ə. Bəli. Demək tapdım ki, bura düşmə bucaq nə oldu? 26,5. Bu da mənim oldu minimum. Fərqi yoxdur. Başqa məntəqə olsun. Məsəl üçün məntəqəmiz verilib bizə 30 şimal enliyi. Yenə eyni şəkildə. Buradan tapıram, sonra tapıram. İndi belə bir şey də deyim uşaqlar sizə. İndi sən bunu əzbərləsən daha yaxşıdır sənin üçün. Hesablamağa ehtiyac qalmır. Bax, 40 şimal enliyində günəşin maksimum düşmə bucaq nə qədərdir? 73,5 dərəcədir. Eləmi? 26,5. Aha, minimumda 26,5. Mən bunu əzbər bilirəm. Və deyirəm ki, sənə indi sual verirəm ki, 50 şimal enliyi üçün sən bunu hesabla. Təzədən bunu hesablamağa ehtiyac yoxdur. Bayaqlarım mən 40 şimal enliyində idim. Elə, indi nə qədər uzaqlaşmışam günəşdən? 10 dərəcə 10 uzaqlaşmışam. derece. Ay sağ ol. Deməli, onda mənim maksimum düşmə bucağımdan 10 dərəcə 63,5. azaltmalıyam. Olacaq 63,5. 63,5 dərəcə. 65. Ay Obüsdə sağ ol. artayaq. Bu da Minimumda artayaq. niyə artır ki? Bu da Yoxsa azalır. hə, Azaldır. Çünki uzaqlaşmışam axı. Hə, burada da çıxıram alıram nə qədər? 16,5 16,5. dərəcə. Məsələn, mənə verib 30 dərəcə üçün. Nə etməliyəm? 10 dərəcə yaxınlaşıram. Olur 83,5. 10 dərəcə yaxınlaşıram deyə nə olur? 36,5 olur. Başa düşdü? Yəni bir dənə Azərbaycanın, bir dənə də artıq orada minimum maksimumunu nə edə bilirsən? O şəkildə hesablaya bilirsən ki, yəni nə qədər getmişəmsə, nə qədər məsafəm varsa, o qədər azaldım, o qədər artırım, gedirsən ondan da. İndi belə bir sual verir ki sənə, məsəl üçün 20 şimal enliyinə günəşin minimum və maksimum düşməsini hesablamaq lazımdır. Bu 23,5 çəkdik buradan. Bu ekvator xəttimiz. Bu da bizim cənub 23,5-imiz. İndi mən hesablayıram. Deyirəm ki, bura 90 olanda bu ən uzaq vaxtıdır da, bu da ən yaxın vaxtıdır. Eləmi? Hesablayıram. Deyirəm ki, fərqli yarımkürə edir nə qədər? 43,5 toplayanda. Çıxıram bunda 90 neçə qalacaq burada çıxanda? 46,5 mi qalır? bəli. Ha. Tapdım ki 46,5 dərəcə qaldı. Sonra qayıdıram, gəlirəm bura. Deyirəm ki, günəşin ən yaxın vaxtı da bu ərazidir. Hə, burada da artıq eyni yarımkürə deyə çıxıram, qalır 3,5, 90-dan çıxıram, qalır 86,5. Bu səhvdir. Niyə görə? Çünki mənim məntəqəm bayaq qeyd etdim sizə. Əgər tropiklər arası yaşsa, mən burada maksimumunu hesablamıram. Avtomatik olaraq maksimumu 90 götürürəm. Niyə görə? Çünki günəş bu məntəqənin axı üzərisində zenitdə ola bilir. O səbəbdən də mən bu məntəqədə artıq onu nə edirəm? Maksimum 90 da götürürəm, gedəm. Minimumunu hesablayıram, əfsus yox. Məsəl üçün, ekvator üçün sual verir bizə. Ekvatora günəşin, məsələn, sual verir bizə birdən ki, hansı məntəqədir ki, ora günəşin maksimum düşmə bucağı, nə bilim, minimum düşmə bucağı bu qədərdir. Maksimum yox, minimum soruşur daha çox. Hə, baxıram ekvatora. Görək ekvatora günəşin maksimum, minimum nə qədərdir. Sonra burada yenə tropik arasında yerləşir deyə maksimum hesablamıram. Maksimum nə qədərdir? 90 dərəcədir. Bəs minimum nə qədərdir? Günəşin buradan ən uzaq olduğu vaxt. Ya ürəyin istəyir şimaldan hesabla, ürəyin istəyir cənubdan, fərqi yoxdur. Onsuz da eyni uzaqlıqdayıq da.
Məsəl üçün, günəşim şimal tropikində zenitdə olan zaman bura düşmə bucağını hesablayıram. 23,5 sıfırı çıxıram, aldığımı da 90-dan çıxıram. Qalır nə qədər? 66,5. 66,5. Fərqi yoxdur. Günəş burada zenitdə olsun, eyni şey olacaq yenə. Yəni bu onu göstərir ki, tropik xəttinə günəşin minimum düşmə bucağı 66,5-dir. Sənə səhərsi gün belə bir sual versə ki, ekvatora günəşin düşmə bucağı 60 dərəcə olan zaman günəş harda zenitdədir? Bu düzgün deyil artıq. Çünki yoxdur da ora çünki minimum 66,5 düşür. Sənin günəşin burada 60 bucaq altında düşməsi üçün sıfıra. Gərək onda sənin məntəqən görək harda olacaq? 90, 60, 30, 30. Olmalıdır sənin günəşin 30 cənab enliyində, məsəl üçün zenitdə. Axı 30 cənab enliyində günəş zenitdə olmur. Demək bu artıq düzgün deyil. Yəni o hər bir sual üçün, məsəl üçün 10 dərəcə enliyimizə günəşin minimum düşmə Mən bucağı. fəqət hazır. Mən yaxşı deyirəm. Necə? Hə. Baxayım mən. Hayır yox. Deməli, 10 şimal enliyində günəşin məsəl üçün minimum düşmə bucağını bizə veribdir. Deyək ki, nə qədər düşər ha minimum? 40 dərəcə düşə bilər bura. 40 dərəcə düşən zaman 90, 40 çıxdın 50. Ee, Bunu da sən götürəndə 0 götürək belə. Aha. Hə, B götürsək. 90-dan çıxdıq 40-ı qaldı nə qədər? 50 dərəcə. Ondan çıxanda 50-yi qalır artıq 40 dərəcə. Günəşin sənin burada zenitdə olmalıdır və yaxud da ki, sən bunun üzərisinə gəlsən 60-da zenitdə olmalıdır. Bu da ki, görsən heç cürə ödəmir. Yəni bu artıq düzgün bir qayda deyil də. Yəni ki, onu sizə vermir onsuz da sualda. Sonra, məsəl üçün, qütb dairəsinə 66,5-ə günəşin düşməsinə baxıram. Minimum, maksimum baxıram yenə. Görək nə qədərdir. Maksimum günəş burada zenitdə olan zamandır. Çıxıram eyni yarımküredir. Qalır nə qədər? 43 dərəcə. Çıxıram 90-dan qalır 47 dərəcə. Demək, bura maksimum düşmə bucaq 47. Bu da sual kimi sizə verə bilər. Ha, birdən sual verir ki, məsələn, günəşin maksimum düşmə bucağının 47 dərəcə olduğu enlik. Ona aid sual verir. Sən artıq bilməlisən ki, burada bu 66,5 şimal enliyi və cənub enliyi fərqi yoxdur. Bəs minimum düşmə bucağını hesablayım, görüm nə qədər olacaqdır. Burada günəş zenitdə olan zaman fərqli yarımkürədir deyə nə edirik? Toplayırıq. Neçə alırıq? 90 dərəcə. Çıxıram 90-a nə qalır? 0 qalır. Bax, bu onu göstərdi ki, artıq şimal qütb dairəsində nədir? Qütb gecələridir. Orada artıq gündüz söhbətindən biz danışa bilmərik. Bunlar. Sonra gəlin bir iki dənə suallar çalışmaları güvəni testindən, kitabından. Payız gecə gündüz bərabərlik günü günəşin Bakıda hansı bucaq altında düşdüyünü soruşur bizdən. Payız gecə gündüz bərabərliyi hansı tarixdir? 23 sentyabr. 23 sentyabr. Bəli, günəş harda zenitdədir? Ekvator xəttində zenitdədir. Bakı harda yerləşir? 40 şimal enliyində. Vsyo. Çəkdiyim şəklimi 40-dan çıxdım 0 və üstə gəldim. Fərqi yoxdur. Deməli, 90-dan da çıxdıq nəyi? 40-ı aldım 50 50. dərəcə. Hə, məntiqinlə düşünsən çıxmaq lazımdır. Niyə? Çünki sən günəşdən 40 dərəcə uzaqdasan. Bucağın kiçilməlidir artıq orada. Aydın oldu bu da bizə. İndi düstura nə var? Düstura sizə çox fikir verməyin. Qış gün dönümü günü 55 şimal ilə günəşin düşmə bucağını soruşur bizdən. Qış gün dönümü mən bilirəm ki, hansı tarixdir? 22 dekabr 22 dekabr. tarixdir. Günəş cənub tropikində zenitdədir. Şəklini çəkdim. 55 şimal enliyini soruşur mənə. 55 şimal enliyinin şəklini çəkdim. Fərqli yarımkürə topladım etdi nə qədər? 80, yox 78,5 dərəcə. Eləmi? 78-ə çıxanda 90-dan Evet. nə qədər qalır? 11,5 mi qalır? 11,5. Ha, tapdım bu şəkildə çıxdı getdi. Aydın oldu bizə bu da. Başqa, buradan görək nələr var. Şey var, yamacın meylliliyi var. O yaddan çıxmasını onu da izah edeyim sizə. Bura nə deyir? 75 şimal enlilində qütb gündüzləri başlanan vaxtı 30 şimal və 40 şimal, 40 cənub enliyində günəş şüalarının düşmə uzaqlarını müvafiq olaraq tapın. Qəşəng sualdır. Biraz üçüncü sualdır burada. 75 şimal enlilində qütb gündüzləri başlanan vaxtı. Sən bunun üçün artıq günəşin harda zenitdə olmağını bilməlisən. Və 75 şimal enlilində qütb gündüzü başlayırsa, mən sizə dedim axı bayaqlarım ki, mən ekvator xəttindən nə qədər yuxarı qalxıramsa, qütbdən də o qədər aşağı düşməliyəm. Mən 90-dan nə qədər aşağı düşmüşəm gəlmək üçün bura? 15 dərəcə. Demək mən nə etməliyəm? Buradan da 15 dərəcə yuxarı qalxmalıyam. Hə, demək günəşim harda zenitdədir? 15 şimal enlilində zenitdədir. Artıq füsuq tapa bilərəm. 30 şimal və 40 cənub enlini tapmaq üçün toplayacağam bir dəfə 40-dan, çıxacağam 90-dan, bir dəfə də 30-dan çıxıb çıxacağam 90-dan tapacağam nə qədərdir?
Bax diqqətli olmuşsa budur ki, 75 şimal enində qütb gündüzləri başlanan vaxt. Bunu bilmək lazımdır ki, hə, mən qütbdən nə qədər aşağıdayam? 15 dərəcə. Nə qədər qalxmalıyam yuxarı? 15 dərəcə qalxmalıyam yuxarı. Yəni onun cəmi, ikisinin cəmi 90-a tamamlamalıdır da ona görə. Bu belə. Başqa buradan, hə bax burada meyilli sualı var uşaqlar. Bu meyilli sualında bəzən bunu biraz dolayı yollarla izah edirlər. Deyir ki, 40 şimalində yerləşən dağın cənub istiqamətə meyilli 11 dərəcədir və 22 gündə bu yamaca günəşin düşmə bucağını hesablayın. Qəşəng sualdır. Deməli, belə bir sual verib. 40 şimalində bir dağımız var. Bu dağın yamacı cənuba doğru 11 dərəcə nə edib? Meyllənib. Və 22 gün tarixində bura günəşin düşmə bucağını hesablamaq lazımdır. Bunu sən nə edirsən? Belə bir yolla gedirlər bəzən. Çətin yolunu göstərim biraz sizə. Mənə görə çətindir, yəni ki, o biraz yorur adamı. E, deməli, sən tapırsan nəyi? 40 şimal enliyini tapırsan birinci. 22 gün tarixində. Bu nə 22 gün yazmışam bura mən. 23,5. Hə, günəş burada zənitdə olanda sən 40 şimal enliyini tapırsan. Demək eyni yarımkürəyə çıxdıq aldıq 16,5. 90-dan bunu çıxdıq aldıq 73,5. Tapdım ki, bura günəşin düşmə bucağı 73,5 dərəcəyə bərabərdir. İndi mən nə qədər aşağı cənuba doğru meyllənmişəm? 11 dərəcə. Eləmi? Bax, günəşə yaxınlaşmışam. Üstə gələcəm bunu. Eləcək nə qədər? 84,5 dərəcə. Bunu tapdım. Və yaxud sən desə ki, yamaç şimala doğru meyllənibdir. 11 dərəcə. Artıq baxıram ki, mən günəşdən uzaqlaşmışam. Nə etməliyəm artıq? Çıxmalıyam. Eləcək nə qədər onda? 62,5 dərəcə. Bunu belə edirlər. Amma mən sizə gəlin daha alternativ variantını deyim. Deməli nədir? 40 şimalində dayanmışam. Yamacım meylənib nə qədər? 11 dədə cənuba doğru. Bax 11 gəlmişəm sıfıra tərəf. Azalmışam da. 40-dan çıxıram 11 neçə qalır? 29 dərəcə. Tapdım 29 dərəcəni. Hə, vəsiyo. 22 gündə 23,5-də günəş zenitdə olanda 29-a günəşin düşmə bucağını hesablayıram. 29-dan çıxıram 23,5-ə qalır 6, yox 5,5. 90-dan da onu çıxıram, tapıram. Və yaxud da şimala doğru meyllənmişəm 11 dərəcə. Nə edir? Rəqəm böyüyür. Üstə gəlirəm, artıq biz bunu öyrənmişdik də coğrafi koordinatdan. 11 də şimala doğru get-gedən. Gəldin üstə aldın 51 dərəcə. Vəsiyo. 51-ə günəşin düşmə bucağını tap. Yəni bir də sən ora məntəqənin kökünə günəşin düşmə bucağını tapıb sonra baxırsan ki, hansı tərəfə meylliyəmsə, onun üzərisinə mi gəlim, onu oradan çıxım, ona baxana qədərsə, birbaşa elə çıx ki, məntəqədən onu verilən şeyi bucağı. Və ya da ki, üstə gəlginən bucağı fərq yoxdur. Baxır o sənin getdiyin enliyə, olduğun yarım kürəyə də. Hə, üzərisinə gəl və ya da çıx, ora günəşin düşmə bucağını tap, üstü qutardı, getdi. Yəni burada başqa bir çətin bir şey yoxdur. Ona aid düzdür. Suallar çox az seçilimin testində var idi əvvəllər, desən onu da çıxardıblar, şey yoxdur orada da. 60 cənub enində yerləşən dağın cənub istiqamətə meyilliyi 17 dərəcədir. Deməli, nə edirəm? 60 dərəcəni çəkirəm, cənuba meyillikdir. 60 cənub enliyindəyim, ha. Bunu çarxmayaq. Hə, cənuba meyilliyəm. Burada 90 var. Artmalıyam. Üstə gəldim 17 neçə olacaq? 77 cənub enliyi. Vəsiyo. 22 dekabr tarixində bura günəşin düşməyini tapıram. Hesaba geçsin. Günəş burada zenitdədir. 23,5, 77 arasındakı fərqi tap, aldığın 90-dan çıx, qutardın getdin. Burada bir problem yoxdur. 30 şimalda yaşayan dağın cənubu. Biz uşaqlar, mən niyə sizə öz qaydamla öyrənməyi tövsiyə edirəm? Çünki burada, bax bu sualda sən artıq yazanda gəlib orada bir problem əldə edirsən. Nədir o problem? Gəl baxaq bir dənə bu suala. 0 dərəcə 30 şimal enliyi. Cənuba doğru meyllənmişəm 24 dərəcə. A, və 22 iyun tarixində deyirəmmi? Yay gün dönümündə deyir, hə. Yay gün dönümündə bura günəşin düşmə bucağını hesablayıram mən. Mən bunu hesablayanda bunlar eyni yarımkürədə çıxıram, alıram 6,5. Bunu da çıxıram, alıram 83,5. Tapıram 83,5. 83,5-in üzərisinə meyilli bucağımı gəlməliyəm də. Eləmi? 83-ün üzərisinə gələndə meyilli bucaq edir 107,5. Artıq bu böyüyür. Sən böyüdüyünə görə, çünki 90-dan yuxarı ola bilməz. 180-dən bunu çıxmalısan. Bax, burada bu qayda var. Bu gəlir birdən çıxır qarşına, belə səni çarxdırır. Bu bununla getdi yəni. Çıxdı buna. Amma mən sənə deyirəm ki, nə var? 30 şimal enli deyil qardaş. 24 cənuba meyilli deyilsən.
Aşağı düşdü 24. Çatdım hara? 6 şimal enliyinə. Vəsiyo da tapkina. 23,5 günəş zenitdə olan zaman bura günəşin düşmə bucağını hesablayıram. Bura günəş zenitdədir. Eyni yarımkürədir. Çıxdım bir-birindən. Aldığımda 90-dan çıxdım, tapdım, getdim. Artıq o da 180-dən çıxmaqdır falandır. Belə şeyə ehtiyac qalmayacaqdır deyəcəksiniz. Dim toplusundan. Bu testi artıq polnu işləyə bilərsiniz. Bu testi rahat şəkildə işləyə bilərsiniz. Burada nə var? 23 sentyabr tarixində Günəş şüalarının daha kiçik bucaq altında göründüyü məntəqələri müəyyənləşdirin. 23 sentyabr haradır? Ekvatordur. Demək nədir? Ekvatordan ən uzağa götürməliyəm. T məntəqəsi, M məntəqəsi. Vəsiyo. Mənim sualımın cavabı oldu bu. Eyni coğrafi uzunluğa malik olan Günəşin zenitdə ola bildiyi hansı məntəqə arasında məsafə də qısa olar? Belə bir sual var burada da. Deməli deyir ki, uşaqlar, eyni coğrafi uzunluğa malik olan Günəşin zenitdə ola bildiyi hansı məntəqə arasında məsafə daha qısa olar? Sonra burada diqqətli olmaq lazımdır nəyə? Bax, mən əgər bir enli üzərisində yerləşirəmsə, 40 şimal enliyində, burada bütün məntəqələrdə günəşin düşmə ucağı eynidir. Amma eyni uzunluqda yerləşirəmsə, bu o demək deyil ki, burada günəşin düşmə bucağı hamısı eyni olacaq. Fərqli olacaqdır burada. Çünki bunun enliyi fərqlidir, bunun enliyi fərqli, bununki fərqlidir deyə hər enlikdə artıq özünün bir günəşin düşmə bucağı müşahidə olunur deyə onlar fərqli olacaqdır. Bax, bu yadımızda qalsın bu şəkildə. Sualda bizə deyir ki, eyni coğrafi uzunluğa malikdir və günəşin zenitdə ola bildiyi hansı məntəqə arasında məsafə daha qısa olar. Məsələn, təbii ki, də burada günəşin ən uzaq olduğu 23,5 23,5 dərəcədir ki, bu edir cəmi 47 dərəcə. Ən yaxın iki dənəsinə baxmalısan da, hesablamalısan. Məsəl üçün 23,5 bu edir 47 dərəcə arasındakı fərq. Bu edir 13,5 dərəcə. Bu edir 33,5 dərəcə. Bu edir 40 dərəcə. Bu edir 25 dərəcə. Ən az hansı oldu? 13,5 B variantı oldu. Yəni karıxmağa ehtiyac yoxdur suallarda da. Sonra sən gündüzün ayına başlayıb vəssalam. Hə. Uşaq, bir də onu mən demədim. Bax, yaddan çıxdı. Yaxşı suala baxdım, gördüm. Yadda qalsın. Tropik işıqlanma quşaqları arasında, yəni ki, 23,5-lərin arasında bir fəsil müşahidə olunur. Çünki ora günəşin düşmə bucağı böyükdür deyə, orada hava isti olur deyə il boyu bir fəsil görürük orada biz. Mülayim işıqlanma quşağında, yəni 23,5 ilə 66,5-lər arasında isə bizdə, yəni mülayimdə 4 fəslin 4-ü də aydın şəkildə müşahidə ediləcəkdir. 23 66,5-dən 90 dərəcə arasında qütb işıqlanma quşağında isə yenə bir fəsil qış fəsli. Tropikdə yay fəslidir il boyu. Qütbdə isə il boyu qış fəsli müşahidə olunacaqdır. Düzdür, onların sənəd hissələrində müəyyən fərqlər görə bilərsən, amma biz yadımızda qalsın deyə bunu bu şəkildə bir qəlbə salmışıq ki, hə, tropikdə bir fəsil, qütbdə bir fəsil, mülayimdə 4 fəslin 4-ünü də aydın müşahidə edirik. İlgili keçəndə biz onu biraz da xırdalayırıq ki, hə, orada artıq harda iki fəslin olması da mümkündürsə deyəcək. Nə bilmir, burada nə var? Buradan belə bir çox sual da yoxdur. Ha, burada belə bir sual var uşaqlar. 21 mart tarixində bir məntəqəsində günəşin zenitdə olduğu vaxt, yerli vaxtdan 3 saat yerdə olan. İndi bu biraz saat quşağına aid deyil. Bunu bəhs izahında izah edərəm sizə. Amma buna aid bir şey deyim də sizə. Bax, günəş şərqdən çıxır, qərbdə batır. Bunu yəqin ki, bilirik də biz. Şərqdən çıxır, qərbdə batır. Məsəl üçün, mənim məntəqəm ekvatorun üzərisindədir və yay gündönümüdür. Günəş haradır məndən? Şimalda. 23,5 tropik xəttində. Səhər-səhər günəş mənim üçün, mən də burada dayanmışam, bu A məntəqəsində. Mənim üçün cismin kölgəsi və ya da günəşin çıxma tərəfi maraqlıdır. Günəş məndən şimaldadır da onsuz da. Eləmi? Mənim günəşim hardan çıxır? Şimal-şərqdən çıxır. Cismimin kölgəsi hara gedir? Cənub-qərbə gedir. Günorta gəldi, bir il qəbula düşmüşdü. Bu siyasətin içərisində var idi belə bir şey. Günəş gəldi, çatdı günorta üstü. Bura səhər-səhər idi, 6:00. Günorta üstü 12:00. Günəş oldu mənim tam şimalımda. Günəş mənə şimaldan düşdü və kölgəm cənuba düşmüş oldu. Sonra günəş gəldi axşama 18:00 batmağa doğru getdi. Artıq burada nə oldu? Günəş mənə cənub-qərbdən düşdü, kölgəm isə cənub-şərq istiqamətində oldu. Bunu bu şəkildə bilmək lazımdır. Sonra məndə saat 6-da məsəl üçün günəş çıxıbsa, bu saat quşağını artıq keçir. Hə, digər məntəqədə saat 6 ola bilər, amma hələ orada qaranlıq ola bilər. Yəni bu hallar görünə bilər.
Və yaxud da ki, belə sualda deyəndə bizə bu cür şəkil verilibsə əgər, həmişə yadda saxlayın ki, bunu biz bölə bilərik bu şəkildə. Bax, bu nöqtəyə 6:00 günəşin çıxma vaxtı. Bu nöqtəyə 18:00 günəşin batma vaxtı. Bu nöqtəyə 12:00 günorta vaxtıdır. Bunun bu tərəfi isə cənub hissəsi bura olacaq artıq neçə? 24. Yəni ki, gecə saat 24:00-da və ya 00:00-da görəcəyik biz oranı. Bu şəkildə böləcəm. Bunu bir də bölə bilərəm. Belə bölə bilərəm. Deyərəm bura 6-dır, bura 9:00-dır, bura 15:00-dır, bura isə 18:00-dır. Məsəl üçün, səndə günəş çıxıb saat 6:00-da, mən də səndən nə bilim 3 saat irəliyəm deyir, 3 saat geriyəm deyir. Bu tip suallarda artıq sən baxmasan hara, saata baxsan ki, hə, məndə məsəl üçün səndən 3 saat geridəyəm deyək ki. Səndə 6 olanda məndə saat hələ gecə 3 olur. Səndə saat 9 olanda məndə səhər saat 6 olacaq artıq. Günəş saat 6-da yenə məndə çıxır. Amma səndə saat 9 olur. İndi bu sualdakını mən şey edəcəm, dərs izahında izah edərəm. Çünki sualı işləyin ki, belə izah etsəm bəlkə də tam anlamayacaqsınız. Biraz saat qurşağına aid sualdır bu. İşləyin ki, o biri sualları biraz beyninizə otursun, ondan sonra mən izah edeyim. Burada çətin tipli suallar var. Bəzi suallar var ki, onları yadımı çətin çəkə bilərsiniz. Belə. Bax, məsəl üçün bu sxemin gəlin üzərisində bir dənəsini təhlil edək biz bu sxemi. Məsəl üçün burada bizə deyir ki, bu vəziyyət üçün baxıram ki, şimal qütbü qaranlıq, cənub qütbü aydınlıqdır. Demək günəş cənubdadır. Bu da deməli 22 dekabr tarixidir. 22 dekabr qış gündönümü günüdür. Bəli. Günəş ekvator üzərisində zenitdədir. Xeyr, cənub tropikindədir. Şimal qütb dairəsində qütb gündüzüdür. Gündüz görürəm burada mən. Xeyr, gecədir. Yaz gecə gündüz bərabərli gün. Xeyr, günəş zenitdə olmalıdır. O zaman şimal və cənub bərabər işıqlanır. Cənub qütb dairəsində qütb gündüzüdür. Bəli. Şimal tropik xəttində günəşin düşmə bucağı 43 dərəcədir. Artıq mən bunu hesablamalıyam. Günəş bu tropik xəttində zenitdə olan zaman, burada zenitdədir. Cənub yarımkürəsidir. Bu ikisi arasındakı fərq yarımkürədir deyə edir 47 dərəcə. Çıxıram 90-dan qalır. Neçə dərəcə? 43 dərəcə. Bəli, deməli bu da düzgün variantımız olacaqdır deyəcəksiniz. Sonra ağlıma bir şey gəlmişdi. Onu deyəcəkdim. Yadıma çıxdı. Nə var idi buradan? Yadıma nətər çıxdı? Hı -hı. Nəsə ağlıma düşmədi. Belə, bunlar eyni tipli suallardır. Fərqli bir şeylər yoxdur. Meyilli bucaqdan danışdıq. Bunlardan danışdıq. Burada ölkələr verilib. Yuxarısından çıxan ölkənin gedən. Bax, gecənin uzunluğunun artan sırasını müəyyən edin. Bu tarixə baxıram. 22 dekabr tarixidir. Deməli, günəş cənubdadır. Onda cənub qütbündə yaxın olan məntəqələrdə, sən artıq şəhərlərə baxmasan. Cənub qütbünə yaxın olan məntəqələr nə olacaq? Daha çox gündüz olacaqdır. Şimal qütbünə yaxın olan məntəqə isə daha çox gecə olacaqdır. İndi mən məsəl üçün baxıram Tunis Afrikada yerləşir. Məsəl üçün İslandiya qütbə daha yaxındır. Demək burada İslandiyada ən uzun gecə olacaq. Amma Tunisdə isə o nəzər düzdür, hər birində ən uzun gecə olur. Amma Tunislə İspaniyanı müqayisə aparanda Tunisdə gecənin uzunluğu İspaniyadan daha az olmağını görə bilərsiniz. Belə, bunlardan ibarətdir. Başqa da ki, buradan mənim deyəcəyim zənnimcə bir şey qalmaz. Gəlmişdi ağlıma, bu yadımdan çıxdı getdi. Testlərdə suallarda yəqin ki, qarşımıza çıxsa, nəsə dediyim şey, onu da orada yenə də izah edərik.